Aktrisa Günəş Tegin 10 gün əvvəl dünyasını dəyişmiş səs rejissoru Rasim Mehdizadə ilə bağlı təsirli video paylaşım edib. Paylaşımda aktrisa və həyat yoldaşının birlikdə fotoları əks olunub. Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü Rasim Mehdizadə mayın 4-də 51 yaşında böyrək çatışmazlığından vəfat edib. Əməkdar artist Gövhər Rızayeva Sovetski ilə bağlı xatirələri ilə diqqət çəkib. Sənətçi köhnə məhəllələrin insanlar arasında yaratdığı səmimiyyətdən danışaraq həmin günlər üçün darıxdığını bildirib. Rızayeva qeyd edib ki, indiki dövrdə qonşuluq münasibətləri əvvəlki kimi deyil. Qarmon ifaçısı açıqlamasında bunları deyib. Hər oradan keçəndə ağlayıram. Heyf deyildi. İndi təzə evlərdə qonşu qonşunu tanımır. Toydan gəlirdim, biri qarmonumu əlimdən alırdı, kömək edirdilər. Sənətçinin sözləri sosial şəbəkələrdə də maraqla qarşılanıb. Bir çox istifadəçi köhnə Bakı ab-havasını və Sovetskinin unudulmayan illərini xatırladığını yazıb. Qeyd edək ki, paytaxtın ən məşhur məhəllələrindən biri olan Sovetski uzun illər Bakının özünə məxsus həyat tərzi, mehriban qonşuluq münasibətləri və koloritli insanları ilə seçilib.